Gözəlliyə bax. Qasım bəy, Bəli. bu bağın sənədləri haqqında da bizə bir məlumat verərdiniz. Demək Vüsal bəy, bağın sənədləri, bax, burada da hamısı tam rəsmi. Torpağın çıxarışı ayrı, Bəli. evin çıxarışı ayrı, hamısı tam rəsmi. Tam rəsmi, bəli, görə bilirsiniz. Evin ümumi sahəsi bu, hamısı 355 kvadrat. Ümumi 23 sota yaxın. 23 sota yaxın. Gözəl. Hamısı bax burada qeyd olunubdur, tam rəsmidir, sənədlər, çıxarış, kupça, hamısı var. Demək Vüsal bəy, bugün gündə burada propiskada yəni qeydiyyatda olan adam yox. Kimsə alsa, yəni birbaşa öz adına alqı-satqıdan kesilə bilər. Yəni sərbəst şəkildə. Əla. Qasım bəy, Bəli. indi keçək əsas məsələyə. Buyurun. Hə, qiymət məsələsi. Buyurun, Və buyurun. siz bizə dediniz ki, bəs xüsusi endirim eləyəcəm. İndi bilmək istəyərdik. Yəni ağsaqqal buranı indi neçəyə təklif eləyir? Vüsal bəy, buranın bildiyiniz kimi 520 min manat. Bəli. Yəni bu biraz bu insanların alıcılıq vəziyyəti nəzərə almaqdadır. Amma bugünkü gündə gördüyünüz bu evin içində əşyalar qalmaq şərti ilə nə Bəli. görürsünüz? Bəli. Qalmaq şərti ilə 490 manat təklif edirik. Əla. Deməli 23 sotda tam çıxarışlı, Tam torpağı, evi, birlikdə əşyalı, hər bir şey. bəli, propiskada Qeydiyyatda olan adam yoxdur. yoxdur. Xeyr, yoxdur. Bəli. Kim alsa, yəni özü də öz adına keçidib öz praktikaya. Gözəl. Vüsal bəy, Bəli. buyurun bir dənə bura. Bəli. Bu təndirdə mən bu ev inşallah sizin kanalın vasitəsilə satılandan sonra, Bəli. bu iş baş tutandan sonra mən söz verirəm ki, bu təndirdə bu quzu kababı, quzunu belə Hə. belə bütöv. Aha. Bax burada alıcı ilə razılaşıb, Bəli. yəni burada bunu qeyd edəcəm. Hə, inşallah. Söz verirəm. İnşallah, inşallah. Bax buyurun, bax burada İnşallah. bunu biz birlikdə qeyd edərik. İnşallah. Gözəl bağınız var. Çox xoşuma gəlir. Təşəkkür edirəm Qasım Buyurun. bəy. Sağ olun. Allah ağsaqqala da uzun ömür Çox versin. sağ olun, təşəkkür edirik. Doğrudan da çox yaxşı şərait qurub və alıcıların da inanıram ki, xoşuna gələcək. Bəli. Çox sağ olun. Mən də sizə təşəkkür edirəm. Sizin kanalınızı biz izləyirik. Düşünürəm ki, sizin kanalınız vasitəsilə buranı